Və əziz izləyicilər, studiyamızda qonaq var. Qeyd etdiyimiz kimi Kəpəz Hospitalı Nevrologiya şöbəsinin rəhbəri, artıq bir çox ailələrdə sevilən, doğrudan da və üst tutulan nevroloq Röyana Quluzadə. Röyana xanım, xoş gördük sizi. Sabahınız xeyir. Və bizim tamaşaçılarımızın bir çoxunun xahişinə rəğmən çox təşəkkür edirik ki, bugün bu mövzuya biz toxunacaq, baş ağrıları. Düzdür, baş ağrısı biraz mənəvi mənada da olur, baş ağrısı olmasın və s. Amma real baş ağrılarından istəyirik danışaq. Ümumiyyətlə, hansı növləri var? Ən əsası, bax, dəhşətli baş ağrıları nə səbəb ola bilər? Bu günlərim cavanlarda, gənclərdə belə artıq baş ağrısı nədir bilirlər. Bəli. Normalda hər birimiz həyatımızda baş ağrı yaşayırıq da. Yəni, elə bir insan yoxdur ki, onun haçansı başı ağrımasın. Və bu yüngül baş ağrılarını biz gündəlik həyatımızda keçiririk. Normalda bu gündəlik keçirdiyimiz, yəni ara sıra başımız ağrıyanda bu ağrılar yorğunluğa bağlı olan gərginlik baş ağrılarıdır və bu baş ağrıları normalda insanlar o qədər də ciddiyə almırlar. Yəni bəzən ağrısı tutanda ağrı kəsici içir və salam, yəni ötüşdürür. Amma bəzi ağrılar var ki, onlar dəhşətli baş ağrılardır, sizin qeyd etdiyiniz kimi. Yəni bunu insan sadəcə ağrı kəsici içib ötüşdürə bilmir və hətta bəzən ağrı kəsicilər təsir də eləmir. Mən bugün məhz bu dəhşətli baş ağrılardan danışmaq istəyirəm. Deməli, klassifikasiya var, yəni təsnifat var, baş ağrıların təsnifatı. Bunların içində iki baş ağrı var ki, bu dəhşətlidir. Bu birincisi klaster baş ağrısıdır, hansı ki daha çox kişilərdə olur və digəri isə miqren baş ağrısıdır. Bu adi baş ağrı deyil, bunlar çox fərqlidir və necə biz qiymətləndiririk ki, bu dəhşətli baş ağrıdır? Pasiyent gəlib bizə deyəndə ki, doktor, mənim başım dəhşətli ağrıyır, vizual analoq şkala deyilən bir şkala var. Mən deyirəm ki, bax, baş ağrınızı mənə 0-dan 10-acan qiymətləndirin. 0 ağrım yoxdur, 10 həyatımın ən dəhşətli baş ağrısı. Siz ağrınıza neçə bal verərsiniz? Əslində, gərginlik baş ağrısı olan insanlar, digər yüngül baş ağrıları olan insanlar, onlar deyir, doktor, 5 bal ağrıyır, 4 bal ağrıyır, 3 bal ağrıyır. Amma migren, klaster baş ağrısı, trigeminal nevralgiyası olan insanlar deyir, doktor, 10-da 10, hətta deyirlər 10-da 100. O dərəcədə dəhşətli ağrı ki, mən o şkalanın içinə də yerləşdirə bilmirəm. Dəhşətli ağrı. Baxın, 7-dən yuxarı olan baş ağrıları dəhşətli baş ağrılardır və yerləri də fərqlidir. Tutaq ki, klaster baş ağrılarında... Nədir klaster baş ağrısı? Kümə baş ağrısıdır Azərbaycan dilində. Kümə nə deməkdir? Günün müəyyən saatında, elə bir ki, öz vaxtı var, zəngli saat kimi, müəyyən bir vaxtda, o insan da bilir ki, bax, bu vaxt mənim baş ağrım başlayacaq. Həmin vaxtda bir-birinin dalınca gözünün ətrafında sanki bir bıçaq sancması kimi ağrılar, bir-birinin ardınca kümə şəklində ağrılar olur. Röyana xanım, bəzən deyirlər gözümün təzyiqi var. Elə bilirlər gözümün təzyiqi var, elə bilirlər sanki gözüm çıxacaq yerindən və təkcə gözün ətrafında ağrı deyil. Gözü sulana bilər, gözü qızara bilər, gözü şişə bilər. Yəni bu cür ağrılar. Daha çox hallarda kişilərdə olur, amma çox nadir qadınlar da bu ağrıdan şikayət eləyə bilər. Və xəstə klaster baş ağrısında sakit otura bilmir, fırlanır, az qala başını divara vursun, bu dərəcədə ağrılar olur. Migren baş ağrıları bundan tamamilə fərqlidir. Bu başın bir yarısında olur, amma bəzən xronikləşəndə ağrılar olanda iki tərəfli də ağrı olur və insan bizə belə deyir, doktor, başım güppüldəyir, sanki bir döyünən kimi hiss edirəm. Hətta bəzən deyirlər... Adam ayağını yerə basanda belə başından ağrı çıxır. Bəli, yandırıcı ağrı hiss edirəm və bir çox hallarda migren baş ağrılarında ağrının maksimumunda insanın ürəyi bulanır. Hətta qusa da bilər insan. İşıq və səsdə dayana bilməz o baş ağrısı olan insan. Migren olan istəyir ki, qaranlıqda yorğanın altına girsin, qaranlıq otağa girsin, üzünü bağlasın və sakitçilik olsun, heç kim danışmasın. Bax, bu xarakterdir sırf migren baş ağrılarına. Migren, klaster, üçlü sinir ağrısı olan insanlar ağrısını 7-dən yuxarı deyir. 7 bal və yuxarı ağrıyıram deyir. Bunlar, belə deyək, müəyyən qədər təhlükəsiz baş ağrılar hesab olur. Yəni, insan bunu ilə yaşayır da, ömür boyu yaşayır migrenlə. Amma daha təhlükəli, kəskin baş ağrıları var, dəhşətli. Bu təhlükəli baş ağrılarından birinci növbədə subarachnoidal qansızmadır. Beyin qışasına qəfildən təzyiq nəticəsində və yaxud anadan gəlmə damarın bir qüsuru, malformasiyası olanda damar sanki bir, belə deyək də, bir torba kimi genişlənmiş olur və əsəbləşəndə, gərginliyə məruz qalanda partlaya bilir. Beyin qışasına qan sızır və həyatının ən dəhşətli baş ağrısını yaşayır. Və təkcə baş ağrı olmur. Qəfil baş ağrı,
ürək bulanma, görmənin itməsi, huşun itməsinə dərəcədə gəlib çata bilər. Əlbəttə, bu təcili yardımlıq bir vəziyyətlərdir. Biz bunlardan bugün danışmırıq. Biz bugün danışırıq o insanlar ki, bu baş ağrılarla yaşayırlar və bunun qabağını ala bilmirlər. Nəyə görə? Çünki miqren və klaster baş ağrıları olan insanlar ağrı kəsicilərini dəyişirlər. Bir dərmanı içirlər, öyrəşir, təsir eləmir, öyrəşir, sonra keçir o birisini başlayır, sınamağa o birisini və artıq miqren o qədər xronikləşir ki, hər gün baş ağrıyır və bilirsiniz, miqren baş ağrısı elə ola bilər ki, başladısa 3 gün çəkəcək baş ağrı, 3 gün dayanmayacaq. Və ona görə də bu insanlar hətta tabletkadan keçirlər iynələrə. Elə mənim pasiyentlərim var ki, onlar vena daxili iynələr vururlar. Bu ağrısı, ağrı kəsici vena daxili iynələr vururlar. O dərəcədə başları ağrıyır. Və ümumiyyətlə bu xəstəliklər xronikləşəndə bunlarda yanaşma tamamilə fərqlənir. Ümumiyyətlə bilirsiniz, baş ağrı ilə xəstə gəldi, biz bunu geniş müayinə eləməliyik. Mən buradan səslənmək istəyirəm, insanlara istifadə eləyib. Bəzən baş ağrı ilə, dəhşətli baş ağrı ilə gəlib, doktor, məni sadəcə dinlə, mənə bir resept yaz. Başa düşmürlər ki, bu baş ağrının arxasında bir çox problem ola bilər. Məsələn, 50 yaşından yuxarı bir insan baş ağrı ilə gəlibsə, biz mütləq onu MRI deyilən nümayinədən keçirməliyik. Çünki bu, başlayan beyin şişinin əlaməti ola bilər. Sadəcə baş ağrı ilə özünü göstərə bilər. Heç bir digər əlamət verməyə bilər. Ona görə insanlar müayinələrdən qaçmamalıdır. Əksinə, nə qədər geniş yoxlasaq, o qədər dəqiq biləcəyik problemini və dəqiq həll eləyəcəyik. Dediyimiz müayinə üsullarından istifadə edirik və daha çox, belə deyək, həkimə müraciət edir xroniki xəstə. O ki, görür, ağrı artıq dərmanla dayanmır, artıq iynə ilə dayanmır, ağırlaşır və miqren klaster baş ağrısı insanın sosial həyatına təsir eləyəndir. Yəni, bu uşaqdırsa, tutaq ki, uşaqda da ola bilər miqren. Bu dərsə gedə bilmir günlərlə. İnsandırsa, bu işini normal işləyə bilmir. Və həkimə müraciət eləyir daha çox dediyim xroniki. Biz xroniki kimə deyirik? Əgər ayın 15 günündən çox bu insanın başı ağrıyırsa, bu o deməkdir ki, bu bir gündən bir bu insanın başı ağrıyır. Bax, bu artıq xronikləşir və 6 aydan çoxdursa davam edirsə, xroniki xəstədir. Yanaşmamız necədir? Ümumiyyətlə, kəskin baş ağrıları, yəni insan xroniki deyilsə, bunu dərmanlarla, həyat tərzini başa salmaqla düzəltmək olur. Ona görə erkən müraciət çox vacibdir ki, xronikiləşməsin xəstəliyiniz. Yox, əgər xronikiləşibsə və dərmanları sınamısınızsa, burada ideal müasir müalicə yolları var. Bunlardan biri iynəli terapiyalardır. Yəni, xüsusi iynələrlə, bax, hətta ekranda da görürsünüz. Boyuna mı vurur? Boyuna, akupunktura mı? Xeyr, akupunktura deyil. Buna botulina, xüsusi dərmanlardır. Botulina terapiya və yaxud da ki, blokadalar, müxtəlif dərmanlar xəstəliyinə uyğun, diaqnozuna uyğun, alında, ənsədə, gicgahda bunun özünün protokolları var. Protokolu əsasən bu nöqtələrə istifadə eləməklə biz həmin o damarların ucundan, sinirlərin ucundan ifraz olunan maddələri sanki bağlayırıq, ifrazını qabağını alırıq, bəli, və insan hətta əsəbləşəndə hansı ki tətikləyici faktorlar var, bu faktorların təsirindən belə artıq başı ağrımır. Effekti nə qədər qalır? Bu effektlər fərqlidir. Elə insan var ki, ona ildə 1 ya 2 dəfə bu proseduru eləmək kifayət eləyir ki, o ağrı kəsicilərdən azad olsun. Daha çox dərman istifadə edən insanlarda biraz daha az effekt ola bilər. Yəni 3 ay, 4 ay çəkə bilər effekti. Amma mütəmadi, düzgün müalicə aparan pasiyent bu artıq dərmanlardan azad olmuş olur və bir də əlbəttə ki, biz mütləq həyat tərzi başa salırıq. Çünki, bax, istər miqren, istər klaster baş ağrısında stres, yuxusuzluq, bəzi qidalar, sonra həyat tərzi, yorğunluq, bunlar hamısı təsir göstərir ki, tətikləyir bu ağrıları. Ona görə başa salırıq ki, bu qidalardan uzaq ol, bu cür yaşamalısan, yeməyin vaxtında, yatmağın vaxtında olmalıdır və əgər tutman oldusa da müəyyən onun üçün tutmanın müalicəsi üçün də müəyyən dərmanlar tövsiyə edirik ki, sadəcə istənilən ağrı kəsicini istifadə eləmə. Xəstəliyi və baş ağrının növünə uyğun ağrı kəsici istifadə elə. Və bu cür protokolla istifadə eləyəndə bu insanın ağrıları getdikcə çox-çox azalır. Təsəvvür eləyin, hər gün aşırı başı ağrıyan insan bu cür düzgün protokollarla iynələr vurduqda, müalicə aldıqda aya bir dəfəyə düşə bilər, aya 2 dəfəyə düşə bilər. Bu da artıq normal hesab eləyir. Ümumiyyətlə, bilirsiniz, miqren elə bir şeydir ki, insan doğulur miqrenlə.
Məsələn, mən özüm də miqren xəstəsiyəm. Xroniki deyiləm, çünki vaxtaşırı bu müalicələri özüm alıram. Çox nadir olur baş ağrılarım və özüm də bilirəm. Tutaq ki, xarici ölkəyə səfər etdim, yoruldum, mənim baş ağrım olacaq və bu zaman mən özümün müəyyən bir dərmanım var, onu istifadə eləyirəm və ağrımı tez kəsmiş oluram, xronikləşdirmirəm ağrını. Ona görə miqren insan ömür boyu miqrendir. Onun bu tətikləyiciləri hər zaman həssasdır. Yəni vaxtında müraciət insanı bir çox belə deyək, çətinliklərdən qurtara bilər. Məsələ orasındadır ki, xronikləşməsin xəstəlik. Siz xəstəliyi idarə eləyə bilərsiniz. Sən əgər bu problemlə yaşayırsansa, bu problem sənin gündəlik həyatını belə deyək də narahat etməməlidir, işini pozmamalıdır. Hətta elə insanlar var ki, bu cür baş ağrılara görə depressiya düşürlər. Onlar əhval-ruhiyyələri daim pis olur, təşviş, həyəcanlı olurlar. Çünki daima ağrıdadırlar da bu insanlar. Münasibətlər də korlanır. İnsanın Əlbəttə baş ki. ağrındə mən özüm çox vaxt o qədər kəskin, bəli, xətirə dəyərəm. Və getdikcə dediyim kimi xroniki depressiyaya məruz qalır. Yuxu məsələsi önəmlidir, mi? Çox önəmlidir və hər birində vacib hesab Riayət eləməyən edilir. çoxdur. Və son vaxtlar xəstəliklərin artmasının da səbəbi odur ki, bu baş ağrıların insanlar gecə saatına kimi telefon istifadə edirlər. Bu işıq, bu davamlı beynin oyaq qalması, qıcıqlanması, melatoninin beynimizi sakitləşdirən o melatonin vaxtında ifraz olunmaması, bunlar hamısı sabahsı günü yorğun durmağımıza və baş ağrısı ilə durmağımıza səbəb olur. Təşəkkür edirik sizə. Röyana Quluzadə, dostlar, Kəpas Hospitalının nevrologiya şöbəsinin rəhbəri, nevroloq studiyamızda qonaq idir və bəli, baş ağrısı, düzdür, deyirlər dişin ağrıyır, deyir şəkil qutar, amma baş ağrıyırsa vaxtında nevroloqa müraciət etmək lazımdır. Çünki baş bütün bədəni idarə edir.